Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşkilatçılığı ilə Moskvada iftar süfrəsi verilib. İftar süfrəsində Rusiya ictimaiyyətinin, diplomatik korpusun, elm və mədəniyyət sahəsinin nümayəndələri iştirak ediblər. Tədbirdə ortaq gələcək naminə sülh, xeyirxahlıq üçün xoş arzular ifadə olunub. Bu axşam birlik, qardaşlıq və xoş əhval-ruhiyyə olmalıdır. Ramazan ayı təkcə yeməkdən, sudan uzaq olmaq deyil, qəlbi, ruhu təmizləməyə, xeyirxah əhval-ruhiyyəyə köklənməyə çağırışdır. Ona görə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan iftar süfrəsinə vaxt ayırdıqlarına görə qonaqlara təşəkkür edirəm. Rusiyanın paytaxtı Moskvada bu qədər azərbaycanlı toplaşıb. Onlar bütün müsəlmanlara gözəl örnəyi göstəriblər. Heydər Əliyev Fondu artıq bir neçə ildir ki, bu mühüm tədbirləri keçirir. İnsanları bu yolla Azərbaycan mədəniyyətini öyrənməyə dəvət edir.